Herkese salam. Bugünkü mövzumuz okean suyunun fiziki və kimyəvi xüsusiyyətləridir. Okean suyunun xüsusiyyətlərini danışmazdan əvvəl ilk olaraq sizə təbiətdə suyun dövranını izah etmək istəyirəm. Ümumiyyətlə suyun dövranı iki cür olur: kiçik su dövranı və böyük su dövranı. Kiçik su dövranı və böyük su dövranının fərqi nədir? Böyük su dövranı şəkildə gördüyünüz kimidir. İndi gəlin izah edeyim nə cür olur. İlk olaraq okean üzərindən su buxarlanır və təbii ki də havaya, atmosferin yuxarı hissələrinə qalxır və orada kondensasiyaya uğrayır. Daha sonra küləklər vasitəsilə materik üzərinə aparılır, yəni quru səthi üzərinə aparılır və orada yağıntı düşür. Yağıntı düşdükdən sonra isə həmin yağış suları ya çaylar ya da yeraltı sular vasitəsilə yenidən okeana qayıdır. Bu oldu böyük su dövranı. Yəni okean üzərindən buxarlanır, daha sonra yağış materik üzərində yağır və yenidən okeana qayıdır. Böyük su dövranı budur. Kiçik su dövranı necə olur? Kiçik su dövranında isə okean üzərindən buxarlanan su atmosferə qalxır və orada kondensasiyaya uğrayır, yenidən okeana yağış formasında düşür. Bu isə olur kiçik su dövranı. Və təbiətdə su dövranı nəticəsində çaylarda, göllərdə, dənizlərdə, yeraltı sularda, okeanlarda, buzdağlarda və s. yəni ümumiyyətlə su hövzələrində su müəyyən vaxt ərzində yenilənir. Məsələn, atmosferdəki su 8 gündən bir yenilənir, çaylarda 16 gündən bir, axarlı göllərdə 17 ildən bir, axarsız göllərdə 350 ildən bir, daimi buzdağlarda 15 min il, yeraltı sularda isə 250 min ildən bir su yenidən təzələnir, yəni bərpa olunur. Ümumiyyətlə, okean suyunun xüsusiyyətləri və yaxud da fiziki kimyəvi xassələr dedikdə nə nəzərdə tutulur? Bu zaman temperatur, duzluluq, şəffaflıq və səs dalğalarının suda yayılması nəzərdə tutulur. İlk olaraq başlayaq okean suyunun temperaturundan. Okean suyunun temperaturu coğrafi enliklərdən, okean cəryanlarından, suyun dərinliyindən, fəsillərdən və daxili küləklərin təsirindən asılı olaraq dəyişə bilir. Dedik ki, enliklərdən asılı olaraq okean suyunun temperaturu dəyişir. 5-10 dərəcə şimal enlikləri arasında okeanlar az sahə tutduğuna görə burada okean suyunun orta illik temperaturu 27,4 dərəcədir. Tropik enliklərdə isə havanın temperaturunun yüksək olmasına baxmayaraq burada əsasən temperatur okean suyunun buxarlanmasına təsir edir. Yəni tropik enliklərdə günəş işığı çox düşsə belə suyun çox hissəsi buxarlanmaya sərf edilir. Ümumiyyətlə, ekvatordan şimala və yaxud da cənuba doğru hərəkət etdikcə okean suyunun orta illik temperaturu azalır. Qütblərdə isə okean suyunun temperaturu -1-2 dərəcədə donur. Ümumiyyətlə, suyun, yəni okean suyunun donmasına onun duzluluğu da təsir edir. Duzluluq artdıqca onun donma temperaturu da aşağı düşür. Məsələn, şirin su 0 dərəcədə donursa, okean suyu duzlu olduğuna görə, məsələn, qütblərdə -1-2 dərəcədə donur. Okean suyunun temperaturu həm də dərinlikdən asılı olaraq dəyişir və il ərzində okeanın 1000 metrə qədər olan üst hissəsi qızır. 1000 metrdən daha dərinə doğru hərəkət etdikcə isə okean suyunun temperaturu azalır. 1000-2000 metr dərinliklərdə okean suyunun temperaturu 2-3 dərəcə olur. İndi isə gəlin ümumiyyətlə okeanlarda temperatur necə dəyişir, orta illik temperatur necə dəyişir ona baxaq. Sakit okean ekvator və tropik enliklərdə, ekvatorial və tropik enliklərdə geniş ərazi tutduğuna görə ən isti okean hesab olunur və suyun orta temperaturu burada 19 dərəcədir. Sakit okeandan sonra temperaturuna görə Hind okeanı gəlir. Hind okeanında isə orta temperatur 17 dərəcədir. Düzdür, Hind okeanı ekvatora yaxın ərazilərdə kiçik sahə tutur, amma buna baxmayaraq temperaturun isti olmasının səbəbi nədir? Burada temperaturun isti olmasının əsas səbəbi şimaldan gələn küləklərin qarşısının dağlar tərəfindən alınması. Yəni orada yerləşən dağlar, Hind okeanının şimal hissəsində yerləşən dağlar imkan vermir ki, soyuq hava kütlələri gəlib Hind okeanına daxil olsun. Atlantik okeanı isə ekvatorial və tropik enliklərdə ensiz olduğuna görə az qızır və həmçinin də okeanın şimalında və cənub hissəsində soyuq cərəyanlar da çoxdur. Bundan başqa digər okeanlarla su mübadiləsi də
intensiv olduğuna görə burada orta temperatur aşağıdır və orta temperatur 16,5 dərəcədir. Ən sonda isə temperaturunun az olmasına görə Şimal Buzlu okeanı gəlir. Burada isə suyun orta temperaturu 0,9 dərəcədir. Okean suyunun temperaturundan danışdıq. İndi okean suyunun duzluluğu və şəffaflığından danışaq. Ümumiyyətlə, okean suyunda çoxlu qidalı maddələr olur və bu maddələrin çox hissəsini duzlar təşkil edir. Duzluluq nədir? 1 litr suda həll olunan duzların miqdarına duzluluq deyilir və duzluluq promilli ilə ölçülür. İndi birazdan sizə məsələlər izah edəndə promillinin işarəsini də göstərəcəm. Onu da qeyd edeyim ki, xəritədə duzluluğu eyni olan nöqtələri birləşdirən xətlərə izoqalinlər deyilir. Okean suyunun orta duzluluğu 35 promillidir. 35 promilli deyəndə nə nəzərdə tutulur? Yəni 1 litr okean suyunda 35 qram həll olunmuş duz var. Və bunun miqdarı 1 ton suda 35 kiloqram edir. Okean suyunun duzluluğu yağıntılardan, buxarlanmanın miqdarından, okean cəryanlarının təsirindən, çay və buzlaqların təsirindən asılı olaraq dəyişə bilər. Buxarlanma okean suyunun duzluluğuna necə təsir edir? Buxarlanma baş verəndə okeanda şirin su buxarlanır, yəni su buxarlanır, duz buxarlana bilmədiyinə görə elə okeanda da qalır. Və bu su buxarlandıqca təbii ki də suyun miqdarı azalır, duz isə həmin suda qaldığına görə avtomatik olaraq suyun duzluluğu artır. Və bu hadisə daha çox tropik enliklərdə baş verir. Bu qütblərdə necədir? Yəni suyun duzluluğuna buxarlanmanın təsiri. Ümumiyyətlə qütblərdə buxarlanma olmadığına görə burada suyun duzluluğuna aysberqlər təsir edir. Aysberqlər qütb ətrafı enliklərdə duzluluğu azaldır. Bundan başqa isti və soyuq okean cəryanlarının da okean suyunun duzluluğuna təsiri olur. İsti okean cəryanlarının duzluluğu çox olur, soyuq cəryanlarının isə duzluluğu azalır. Ona görə də deyə bilərik ki, soyuq okean cəryanlarında buxarlanma az olur. Duzluluq enliklər üzrə necə dəyişir? Ekvatorial enliklərdə duzluluq 34-35 promillidir. Tropik enliklərdə 36-37 promilli. Mülayim və qütb ətrafı enliklərdə isə duzluluq azalır və 32 promilliyə düşür. Və bilirik ki, dənizlər okeanların bir hissəsidir. Təbii ki də dənizlərdə duzluluq okeanlarda olduğu kimi deyil. Dənizlərdə, ən çox da daxili dənizlərdə buxarlanmanın və çay sularının təsirindən asılı olaraq duzluluq müxtəlif olur. Məsələn, Mərmərə dənizində duzluluq 25 promillidir, Qara dənizdə 18 promillidir, Azov dənizində 12 promillidir, Baltik dənizində 11 promillidir. Ən çox duzluluq isə dünyada ən çox duzluluq Qırmızı dənizdədir və 42 promillidir. Bayaq qeyd etdim ki, dənizlərdə buxarlanma və çay sularından asılı olaraq duzluluq dəyişir. Buxarlanmanı onsuz da başa salmışdım ki, bayaq da başa saldım ki, buxarlanma artdıqca duzluluq çoxalır. Bəs çay suları necə təsir eləyir? Əgər dənizə gür sulu bir çay tökülürsə, çayın suyu şirin olduğuna görə bu həmin dənizin duzluluğunu azaldır. Onu da qeyd edeyim ki, Atlantik okeanı ensiz olduğuna görə buxarlanan suyun çox hissəsi yağıntı şəklində materiklərə düşür. Yəni, çox hissəsi okeana qayıtmaq əvəzinə materiklərə düşür. Bu da suyun duzluluğunu artırır. Bir də son olaraq Xəzər dənizində suyun orta duzluluğu 12-13 promillidir. Suyun şəffaflığı isə sakit okeanın tropik və subtropik enliklərində daha çoxdur. İndi isə gəlin bir neçə dənə duzluluq haqqında məsələlərə baxaq. İlk olaraq başlayaq bu məsələdən. Məsələnin şərtində deyir ki, dünya okeanının 5 ton suyundan nə qədər duz almaq olar? İlk öncə nə etməliyik? 5 ton su tapmalıyıq ki, neçə litr edir? 5 ton su əslində edir 5000 litr və biz dedik ki, dünya okeanında 1 litr suda 35 qram su olur. Buna görə də tənasib qururuq. 1 litr suda 35 qram su olursa, 5000 litr suda nə qədər su olar? 5000 litrdə isə nə qədər olduğunu bilmədiyimiz üçün x yazırıq və buradan x-i tapırıq ki, 175.000 qram duz olacaq. 175.000 qram isə 175 kiloqram edir. Yəni
5 ton suda 175 kiloqram duz olur. Gəlin belə bir məsələyə də baxaq. Məsələnin şərtində deyir ki, duzluluğu 15 promilli olan 1 litr suyun yarısını buxarlandırsaq, qalan suyun duzluluğunu müəyyən edin. İndi nə etməliyik? Əgər 1 litr suyun yarısını buxarlandırsaq, yəni 50%-ni buxarlandırsaq, deməli qalacaq 50%. 100%-dən çıxırıq 50%, qalır 50% su. Və 1 litr suyun 50%-ni tapmaq üçün onu biri vururuq 50-yə, bölürük 100-ə, o da eləyir 0,5 litr su. Əslində heç bunu eləməsək belə 50%, 100%-in yarısı olduğuna görə 1 litrin yarısı 0,5 litr eləyir. Belə də tapa bilərik. Yəni 2-yə bölməklə də tapa bilərik. Deməli, yarısını buxarlandırsaq qalır 0,5 litr su. Tənasüb qururuq. Tənasübdə deməli 0,5 litrin qarşısına yazırıq 15 qram. Çünki duzluluğu 15 promilli vermişdi. 15 promil nə demək idi? Yəni 1 litr suda 15 qram su var idi. Əgər biz o 1 litrin yarısını buxarlandırsaq belə, yenə də duz olduğu yerdə qalırdı, olduğu kimi qalırdı. Çünki duz buxarlanmırdı. Deməli, tənasibi qurduq. 0,5 litrə 15 qramdırsa, 1 litr suda nə qədər olar? 1 litr suyu da bilmədiyimiz üçün tənasibdə qarşısına x yazırıq və x-i da tapırıq ki, 30 elədir. Yəni 1 litr suda 30 qram duz var. Bu da həm də eləyir 30 promilli. Okean suyu daimi və mövsümi küləklərin təsirindən, zəlzələlərin, sualtı vulkanların, günəşin və ayın cazibə qüvvəsinin təsirindən daimi hərəkət edir və küləyin təsirindən okean suyunun hərəkət etməsi külək dalğaları adlanır. Və dalğaların gücü küləyin sürətindən asılı olaraq dəyişir. Bir də dalğanın elementləri var. Bunlar şəkildə gördüklərinizdir. Onun ən aşağı hissəsi dabanı, ən hündür hissəsi yalı adlanır. İki yal arasında qalan məsafəyə dalğanın uzunluğu deyilir. Yalla dabın arasında qalan məsafəyə isə hündürlük deyilir, yəni dalğanın hündürlüyü. Ən yüksək dalğalar isə Atlantik və Sakit okeanlarının şimal hissəsində, Atlantik və Hind okeanlarının cənub hissəsində, bir də Barents dənizində müşahidə edilir. Onu da qeyd edeyim ki, isti və soyuq cəryanların toqquşduğu, yəni qarşılaşdığı sahələrdə güclü dalğalar əmələ gəlir. Bir də qeyd elədik ki, sualtı vulkan püskürmələri və zəlzələlərin təsirindən də dalğalar yaranır. Ümumiyyətlə, zəlzələ və vulkan püskürmələrinin təsirindən yaranan dalğalara tsunami deyilir və tsunamilər zəlzələnin episentrından ətrafa doğru 408 km/saat sürətlə hərəkət edir. Açıq okeanda tsunaminin hündürlüyü, yəni tsunami dalğalarının hündürlüyü 2-3 metr olur. Aralarındakı məsafə isə çox olur. 100-200 kilometrə qədər çatır bu məsafə. Amma sahilə yaxınlaşdıqca dalğaların sürəti azalır. Saatda 30-100 kilometrə çatır. Hündürlüyü isə artır və çox böyük dağıntılara səbəb olur. Ən çox tsunamilər isə Sakit okean sahillərində baş verir. İndi isə gəlin biraz okean cəryanlarından danışaq. Okean cəryanları nəyə deyilir? Okean və dənizlərdə daimi küləklərin təsiri ilə su kütlələrinin üfüqi istiqamətdə yer dəyişməsinə okean cəryanları deyilir və Coriolis qüvvəsinin təsiri altında okean cəryanları şimal yarımkürəsində sağa, cənub yarımkürəsində isə sola meyl edir. Suyun temperaturuna görə cəryanlar iki cür olur, isti və soyuq cəryanlar. Hansı ərazilərin ki, sahilindən isti cəryanlar keçir, həmin ərazilər rütubətli olur və suyun səthində temperatur yüksək olur. Buna görə də suyun buxarlanmasına və buludların əmələ gəlməsinə, həmçində yağıntıların düşməsinə gətirib çıxarır. Soyuq cəryanlarda isə suyun temperaturu ətrafdakı sulara nisbətən soyuq olur və hansı ərazilərin ki, sahilindən keçir, həmin ərazilərdə quraq hava şəraiti olur. Həmçinin də həmin ərazilərdə səhralar yaranır. Və burada suyun temperaturu nisbətən soyuq olduğuna görə buxarlanma da az olur. Bunun da nəticəsində soyuq cəryanlarda duzluluq isti cəryanlara nisbətən daha az olur. Və tropik enliklərdə materiklərin şərq sahillərində isti cəryanlar, qərb sahillərindən isə soyuq cəryanlar keçir.